bax uzun illərin həkimidir də. O qədər dürüst insandır. İndi belə deyim də, Namiq qardaşım bilər. Həqiqətən hər baxımdan bax, klinikasını adicə get belə altından çıx, üstündən çıx, o qədər dəqiqlik sovet adamıdır. Dəqiqliyi, sənədi, sünədi, hər şey. Heç kim ondan əlavə bir belə deyim də, heç nə görə bilməz. Yox, əlbəttə ki. Yox, mən onu bilirəm, onu mənə deməyə gərək yoxdur. Mən уже tanıyıram doktoru. Yəni klinikasına da çox oluram, yanına da çox gedirəm. Atasını müalicə elədi, gözəl müalicə elədi yaxın bir zamanda. Həqiqətən də çox gözəl effekt aldıq. Yəni nəticəsi də çox əladır. Yəni doktorumuzun düzgünlüyü, müalicə metodundan söz yoxdur həqiqətən də. Yəni belə deyim də, o dürüstlük baxımından da başqa. Az bir müddətdə tanısam da xətrini çox istədiyim insanlardan biridir. Mənim üçün dəyərli bir insandır. Həqiqətən də onun sayəsində yenirəm. Atamın sağlamlığını biz əldə elədik. Mənim atam son zamanlar min şükür olsun doğrudan da çox depressiya halına düşmüşdü. Ondan da əlavə dünən yəqin ki özünüz də qoşacaqsınız, özünüz də danışacaqsınız. Yəni bilmədiyimiz tərəflər də meydana çıxdı ki, mənim papamın gözünün arxasına su yığılmışdı. Bəlkə evlənmək istəyirmiş kişi xəbərin yox. Yox, onluq deyil. Dayan, su yığılanda evlənmir. Gözünün arxasına su yığılmışdı. Yox, milvaris o deyil, əməliyyat eləmişik onu. Sadəcə göz almacıqlarına su yığılırdı. Onun həkim müayinəsinə getmişdi. Və mən onu sırağa gedin başqa bir verilişdə olandan sonra atamla danışında bilmişəm ki, doktorun müayinəsindən sonra su da yoxa çıxıb. Görməsi.